Salam, biz bugün Venezuela hakkında danışacağıq. Venezuela Cənubi Amerikanın şimalında, tropik işıqlanma qurşağında və eyni zamanda şimal və qərb yarımkürəsində yerləşən bir dövlətdir. Venezuelanın daxili suları yalnız bir okean hövzəsinə, yəni Atlantik okean hövzəsinə aiddir. Ərazisindən Orinoco çayı axır ki, bu çayda mənsəbi məhz Atlantik okeandır. Orinoco'nun mənsəbi delta əmələ gətirir. Bundan əlavə ərazisində Gviana yaylısı, Orinoco balığı mövcuddur. Eyni zamanda burada zəngin çökmə suxurlarla belə deyək, zəngin olan neft ehtiyatı Maracaibo gölündə cəmləşmişdir. Ərazisində tepulilərə rast gəlinir və dünyanın ən hündür şəlaləsi olan Anhel şəlaləsi də məhz bu ölkənin ərazisindədir. Onu da qeyd edək ki, Maracaibo gölündən tökülən Catatumbo çayında hər gün demək olar ildırım çaxır və Catatumbo möcüzələri adlanır. Digər bir məlumat da qeyd edək ki, Anhel şəlaləsi Canaima Milli Parkında qorunur. İqlim baxımından isə ərazisi subekvatorial iqlim qurşağında, təbii zona baxımından isə ərazisində savanna seyrək meşələr, dəyişkən rütubətli meşələr yayılmışdır. Siyasi baxımından paytaxtı Caracasdır və idarəetmə forması respublikadır. İnzibati ərazi quruluşu isə federativdir. Ərazisi əhalisinin cins tərkibində kişilər üstündür. Sivilizasiya baxımından isə Latin Amerika sivilizasiyasına aiddir. Təşkilatlardan isə Aladi, OPEC və qoşulmama hərəkatlarına üzvdür. Yəni bir də sayaq, Aladi, OPEC və qoşulmama hərəkatları. Bu ölkə zəngin neft qaz hasilatı, eyni zamanda kənd təsərrüfatından isə qarğadalı və şəkər qamışı istehsal edir. Onu da qeyd edək ki, Orinoco çayı üzərində Quri su elektrik stansiyası mövcuddur.